Sosial şəbəkələrdə bəzi gənclər diplomları olsa da peşələrinə uyğun iş tapa bilmədiklərindən şikayətlənirlər. Biz də şəhər sakinləri arasında sorğu keçirəcəyik. Görək təhsilinə uyğun iş tapmaq olur yoxsa yox? Akademiyasında oxuyuram, birinci kursda oxuyuram. İşləyirsiniz? İşləyirdim, indi çıxmışam, yəni universitetə görə, imtahanlara görə çıxmışam. Hər gəncə iş vermirlər, təhsili gənclər axtarırlar iş vermək üçün, yəni həm də praktikası olanlar axtarırlar, işləmədən də praktika necə tapmaq olur, yəni buna görə çətindir məncə biraz. Hal-hazırda gördüyüm qədərinə çətin olacaq, çünki bir çox iş yerləri təcrübəli işçilər axtarır. Biz də onlara yaxınlaşdıq və yaxud da işə qəbul olmaq haqqında məruzə onlara dedikdə çox vaxt deyirlər ki, sizin təcrübəniz yoxdur. Təcrübədən əlavə iş yerlərinin azlığı da əsasdır. Çünki hal-hazırda əsasən bir çox yerlərdə bizim ixtisasımızda yox, daha çox neft sənayesinə görə işlər daha çoxdur. Ona görə bizim iş tapmağımız çətindir. İşi tapırsan, amma iş çətin olur da. Yəni indiki dövrdə biraz məsuliyyətli olmaq lazımdır. Yəni işə həqiqətən önəm vermək lazımdır ki, biraz qabağa gedə biləsən. İnsanların özündən asılıdır iş tapmamaq problemi. Fərasətsiz insanlar hər dəfə bir pillə daldadır. Fərasətli insanlar hər dəfə qabaqdadır. Yəni bacarıq hər şeydən üstündür mənim fikrimcə. Mən özüm şəxsən 15-16 yaşımdan işləyirəm. Gənclərimizin ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına çıxışında müəyyən çətinliklərlə qarşılaşması əlbəttə ki, ali təhsil müəssisəsinin birbaşa məsuliyyətindən irəli gəlir. Ali təhsil müəssisələri nəzəri biliklərlə yanaşı praktiki biliklərə də üstünlük verməlidir. Tətbiq, praktiki təcrübənin həyata keçirilməsi məhz bizim ali təhsil müəssisələrində kifayət qədər tədris olunmur. İmtahanlar daha çox nəzəri biliklərə əsasən aparılır. Təcrübə demək olar ki, bir neçə ali təhsil müəssisəsindən çıxmaq şərti ilə yox səviyyəsindədir. Təəssüflər olsun ki, bizim ali təhsil müəssisəsini bitirən gənclərimiz birbaşa əmək bazarına qoşulması üçün ya kurslardan və yaxud da hazırlıqlardan istifadə etməlidir. Hüquq ixtisasını bitirən hər hansı bir gəncimiz iddia ərizəsi yazmaqda çətinlik çəkir, müqavilə bağlamaqda çətinlik çəkir. Müəllimlik ixtisasını bitirən gəncimiz birbaşa müəllimlərin işə qəbul imtahanında iştirak edə bilmir. Əgər biz gənclərimizin gələcəkdə öz ixtisasları üzrə mükəmməl bir kadr olmasını düşünürüksə, məhz əsasən də ali təhsil müəssisələrində praktiki biliklərə üstünlük verməliyik deyə düşünürəm.